Dostlar, özelleştirme çekləri barədə sizə yeni xəbərlərim var. Biz hamımız bunları bilməliyik. Bu səbəbdən xahiş edirəm, mütləq Facebookda özelleştirme çekləri qrupunda paylaşın. 10 deputatdan sonra daha 5 deputat vatandaşların öz şikayətlərində haqlı olduğunu mətbuatda səsləndirib. Belə ki, deputat Elman Nəsirov deyib ki, Ulu Öndər Heydər Əliyevin əhaliyə özelleştirme çeklərinin verilməsi ilə bağlı qərarı mütərəqqi idi. Sovetdən qalma dövlət əmlakının Azərbaycan vətəndaşları arasında bərabər hüquqlu şəkildə bölünməsi, özelleştirməyə çıxarılacaq dövlət əmlakının 65%'nin əvəzsiz olaraq ölkə vətəndaşları arasında paylanılması, habelə inflyasiyadan qorunmaqla hər bir voucher üçün konkret məbləğin müəyyən edilməsi mühüm qərar idi. Deputat bildirib ki, əlində çeki qalmış vətəndaşların bundan yararlana bilməsi lazımdır. Bu məsələnin hansısa formada həlli vacibdir. Aidiyyəti dövlət orqanları arasında aparılmalı, yekun qərar verilməlidir. İndi Milli Məclisdə gələn ilin dövlət büdcəsi ilə bağlı müzakirələr gedir. Komitə müzakirəsi zamanı fürsət düşərsə, vətəndaşların müraciətini aidiyyəti hökumət nümayəndələrinin diqqətinə çatdıracağım. Deputat Aydın Hüseynov deyib ki, Ulu Öndərin vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətindəki addımlarından biri də özelleştirme çeklərinin dövriyyəyə buraxılması idi. Təbii ki, çeklərindən istifadə etməyən vətəndaşlarımız var ki, onların da haqqı tanınmalıdır. Düşünürəm ki, qiymətli kağızları əlində qalan vətəndaşların məsələsi həllini tapmalıdır. Hər halda bu, hüquqi yolla həllini tapsa daha yaxşı olar. Deputat Elman Məmmədov deyib ki, hökumət hüququ pozulan insanların hüquqlarının bərpasını təmin etməlidir. Prezident hər zaman vətəndaşın rifahının yaxşılaşdırılması, onların hüquqlarının qorunması istiqamətində mütərəqqi addımlar atır. Hər şey vətəndaşın yaxşı yaşaması üçündür. Əgər vətəndaşımızın hüququ pozulubsa, onun bərpasında hansı əməllər varsa aradan qaldırmalıdır. Milli Məclisdə bir millət vəkili olaraq bu məsələnin qaldırılmasına çalışacağım. Hüquq deyirsə ki, vətəndaş haqlıdır, onun haqqı tanınmalıdır. Məlumdur ki, çeklər üçün konkret müddət nəzərdə tutulmamışdı. İndi əlində qiymətli kağızı qalan vətəndaşlar da bundan nə vaxtsa istifadə edə biləcəklərini düşünüblər. Hesab edirəm ki, məsələ bir dəfəlik həll edilsə, narazılıq da aradan qalxar. Çek sahibləri də rahatlıq taparlar. Bu məsələyə məntiqli yekun vurulmalıdır. Yəqin ki, vətəndaşların müraciətinə müsbət cavab veriləcək. Problem varsa, qanuna uyğun formada həllini tapmalıdır. Deputat Tahir Rzayev deyib ki, bu problemə bir dəfəlik nöqtə qoyulması vacibdir. Özelleştirme çeklərinin dövrəyə buraxılması vətəndaşların mülkiyyət hüququna sahib olmasına imkan yaradırdı. Təbii ki, zamanında çeklərindən faydalanan insanlar oldu. Əksəriyyət isə özelleştirme çeklərini qara bazarda satdı və bu çekləri alan şəxslər qiymətləndirmə əsasında müəyyən sexləri, zavodları özelləşdirdilər. Lakin bir çox vətəndaş çeklərini qoruyub saxladılar və düşündülər ki, gələcəkdə daha çox faydalana biləcəklər. Təəssüf ki, bu çeklərin yenidən dövrəyə buraxılmasına imkan yaradılmadı. Bir neçə il öncə özelleştirme çeklərinin yenidən dövrəyə buraxılması ilə bağlı məlumatlar yayılmışdı. Amma heç bir nəticə olmadı. Hesab edirəm ki, sözü gedən məsələyə yenidən qayıtmaq vacibdir. Cənab Prezident hər zaman öz çıxışlarında bildirib ki, insanların haqları və tələbləri təmin olunmalıdır. Əllərində çekləri qalan vətəndaşların bundan istifadəsinə şərait yaradılması vacibdir. Bu məsələ hansısa formada həllini tapmalıdır. Ya çeklərdən özelleştirmədə istifadəyə şərait yaradılmalıdır, ya da voucherlər qiymətləndirilməsi müqabilində vətəndaşlara kompensasiya ödənilməlidir. Axı, özelleştirmə çekləri vətəndaşların haqqıdır. Onlar bundan yararlana bilməyiblər. Mən hökumət nümayəndələrinə, aidiyyəti orqanlara səslənirəm ki, bu problemin aradan qaldırılması yollarını tapsınlar və məsələ müsbət həllini tapsın. Deputat Ceyhun Məmmədov deyib ki, burada əsas məsələ qanunun tələb etdiyi formada məsələnin həllinə qovuşmasıdır. Özelleştirmə paylarından istifadə edə bilməyən vətəndaşların şikayətlərini, tələblərini anlayıram. Hüquq da onların haqlı olduğunu deyir. Hər halda dövlət qurumları
və İqtisadiyyat Nazirliyi bu məsələ ilə bağlı ətraflı araşdırma apara, müvafiq qərar verə bilər. Qanun vətəndaşın tərəfindədirsə, aidiyyatı orqanlar lazımi addımları atmalıdırlar. Biz hüquqi dövlətdə yaşayırıq və hüquq nəyi diktə edirsə, o formada da problemlər həll olunmalıdır. Dostlar, hamı bilməlidir ki, deputatlara şikayətlər olmasa, sizin hüquqlarınızı və haqqınızı bütün 124 deputat bilməsə, Milli Məclisdə və mətbuatda səsləndirməsə, oliqarx məmurlar qanunla Ulu Öndər Heydər Əliyev və dövlət tərəfindən sizə vəd edilmiş və qanunlarla mülkiyyət hüququ kimi sizə məxsus olan sizin 65%lik miras əmlak payınızın su qiymətinə öz qohum və dostlarına satmaqda davam edəcəklər. Dostlar, aşağıda bu videonun birinci rəy yerində qoyulmuş 2 linkin biri hazır şikayət formasıdır. Link biraz gec açılır, gözləyin. İkinci linkdə 124 deputatın qəbul günləri və köməkçilərlə əlaqə üçün telefon nömrələri var. Dostlar, hüquqşünas alimlərin dediyi kimi, hamı bilməlidir ki, 16 ildir Ulu Öndər Heydər Əliyevin qoyduğu tarixi sosial ədalət siyasətini, xalqa vədini imzaladığı konstitusiya və qanunları bəyənməyən və pozan, xalqın halal miras əmlak payını min bir yolla ələ keçirməyə çalışan oliqarx məmurlar xalq düşmənidirlər. Hüquqşünas alimlərin araşdırmasından sonra məlum oldu ki, 2004-cü ilə qədər ödəmə tədiyyə vasitəsi kimi istifadə bu gündə qüvvədə olan 878 nömrəli dövlət əmlakının özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası qanununun 10-cu maddəsi ilə tənzimlənirdi. Bəli, qanunlara və konstitusiyaya əsasən bu gündə belə olmalıdır. Yəni, bu gündə qanunla özəlləşdirmə payları, çekləri özəlləşdirmədə ödəmə vasitəsi kimi istifadə olunmalıdır. Lakin korrupsioner oliqarx məmurların və Ramiz Mehdiyevin cənab Prezident İlham Əliyevin etibarından sui-istifadəsi nəticəsində konstitusiya və qanunlara tam zidd olaraq ilk dəfə Heydər Əliyev rəhmətə gedəndən cəmi 6 ay sonra 2004-cü ildə qanunla tənzimlənən mülkiyyətdən istifadə qaydası Ramiz Mehdiyevin hazırladığı və xaincəsinə prezidenti aldadaraq imzalatdırdığı 75 nömrəli fərmanın 1.1-ci bəndi ilə mülkiyyət hüququndan, çeklərdən istifadə hüququ məhdudlaşdırılaraq sonradan 2011-ci ildə ləğv olundu. Dostlar, hamı bilməlidir ki, konstitusiya və qanunların pozulması nəticəsində mülkiyyət hüququndan istifadənin fərmanla məhdudlaşdırmaq və ləğv etmək korrupsiya cinayətidir. Cənab Prezident heç vaxt atası Ulu Öndər Heydər Əliyevin tarixi sosial-iqtisadi ədalət siyasətini, xalqa vədini pozan və korrupsiya cinayəti yaradan belə bir fərmana bilə-bilə qol çəkməzdi. Bu, dövlət cinayətinin müəllifi olan Ramiz Mehdiyevin cənab Prezidentin etibarından sui-istifadə edərək törətdiyi ən ağır dövlət cinayətidir. Xalqa qarşı düşmənçilikdir. Yəni, bugün qanunun fərmanla dayandırılması nəticəsində özəlləşdirmə olmadan dövlət əmlaklarının pulla satılması korrupsiya cinayəti. Dostlar, deputatlar bu problemin təcili olaraq Milli Məclisdə müzakirəsini və təcili özəlləşdirmə əmlak payları, çekləri barədə komissiyanın yaradılmasını təklif etməlidirlər. Çünki Milli Məclisin sədri Sahibə xanım həm bizim ona göndərdiyimiz şikayətlərə və müraciətlərə cavab vermir, həm də müzakirə zamanı xalqı dəstəkləyən deputatların sayı çox olmayanda onları susturmağa çalışır. Hədə qorxu gəlir. Vəkillər və hüquqşünaslar məsləhət görürlər ki, ailəsində özəlləşdirmə çekləri olan bütün ölkə vətəndaşları, şəhər və rayonlarda yaşayanlar hamı öz ailəsi adından bütün deputatlara müraciət etməlidir. Seçkidə iştirak etmişsiniz və ya etməmişsiniz, bunun heç bir fərqi yoxdur. O deputat sizin deputatdır. Deputatın vəzifəsi bütün vətəndaşlara kömək etməkdir. Dostlar, rəy yerinə baxın, şikayəti endirib oxuyun və deputatlara göndərin. Müraciətdə hər şey hazırdır. Siz sadəcə əvvəlinə deputatın adını yazıb axırda qol çəkməlisiniz. Hüquqşünaslar hər bir vətəndaşın bu şikayəti mütləq oxumasını və ailəsi adından deputatlara çatdırılmasını vacib sayırlar. Və bunu bütün vətəndaşların edəcəyi təqdirdə mütləq tezliklə müsbət nəticə verəcəyinə əmindirlər. Qeyrətli dostlardan xahiş edirik. Hər imkan olanda Facebook'dakı qruplarda paylaşın. Hamı bilsin, hər paylaşanda isə 50-100 adam görür. Dostlar,
Azərbaycan Dövlət Universitetinin hüquq professoru Fərhad Mehdiyevin də dediyi kimi, əgər deputat vətəndaşın mülkiyyət hüququnun pozulmasına, əmlak payının məmurlar tərəfindən yeyilməsinə laqeyd qalırsa, deməli o deputat ermənidən də çox əclafdır. Sizin və uşaqlarınızın, gələcəyinizin, bütün xalqın düşmənidir. Yorulduq, bezdik deməyin. Biz yaşlı insanlar 8 ildir əlimizdən gələni edirik ki, sizlərə kömək edək. Siz də öz-özünüzə kömək edin, oxuyun, yazın, haqqınızı tələb edin və mübarizə aparın. Yoxsa övladlarınız da sizə baxıb kölə kimi yaşamağa davam edəcəklər. Əziz bacılar və qardaşlar, qeyrət vaxtıdır. Öz-özünüzə kömək edin. 1, 2 və 10 çek olmasının fərqi yoxdur. Hər biriniz öz ailəmiz adından deputatlara şikayət etməliyik. Hər bir vətəndaş öz seçki dairəsində olan deputata, hətta başqa deputatlara da şikayət edə bilər. Əgər deputat sizin şikayətə laqeyd qalarsa, bu o deməkdir ki, həmin deputat Ramiz Mehdiyevin adamıdır və xalq düşmənidir. Deməli, o deputat özəlləşdirmə çekləri, miras əmlak payları ilə əlaqədar olan konstitusiya və qanunların pozulması, xalqa qarşı düşmənçilik və korrupsiya əməli törədən fərmanların hazırlanmasında Ramiz Mehdiyevi deyil, cənab Prezident İlham Əliyev günahkar bilir. Və bu səbəbdən də susaraq Ramiz Mehdiyevə bəraət qazandırmağa çalışır. Diqqət edin. Statistikaya görə özəlləşdirmə payları qalan yaşlı nəsildən olan vətəndaşlardan hər il 1,5% dünyasını dəyişir. Özəlləşdirmə paylarını satmayıb, ümidlə saxlayan 1 milyon vətəndaşdan deputatların xalqın probleminə biganə qaldığı hər gün 41 insan öz haqqına çatmadan dünyasını dəyişir. 2011-ci ildən sonra son 15 ildə öz halal miras əmlak payını almadan, oliqarx məmurlar tərəfindən konstitusiya və qanunların pozulması nəticəsində hüquqları tapdalanaraq ölənlərin sayı 200 mindən çoxdur. Yəni, Qarabağın erməni fasilləri tərəfindən işğalı dövründə ata yurdunu görmədən ölənlərin sayından dəfələrlə çoxdur. Çoxlarının uşaqları və nəvələri bu çeklərin kapitalizm dövründə Ulu Öndər Heydər Əliyev tərəfindən gələcəyə təminat verən miras əmlak payı olduğunu, əmlak dəyərinin qanunla ən azı 20 min dollar olduğunu bilmir və ucuz qiymətə qara bazar alverçilərinə satır. Dostlar, sizcə bugün Milli Məclisdə müzakirə etmək üçün bundan vacib nə ola bilər? Biz hamımız bunları bilməliyik. Bu səbəbdən sizdən xahiş edirik. Mütləq Facebookda özəlləşdirmə çekləri qrupunda paylaşın. Diqqətinizə görə təşəkkür edirəm.